Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. DİM mediası xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatlara görə Gəncə istiqamətdə hərəkətdə olan DAF markalı yük avtomobili qarşıda eyni istiqamətdə hərəkətdə olan KAMAZ markalı yük maşınına çırpılıb. Toqquşma nəticəsində DAF markalı avtomobilin sürücüsü Qocayev Aydın Qocaoğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Girme. Aydın severliğinde de adı yeterli koymak. Hep de gözlüğü. Yok abi. Qəza baş verən əraziyə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, yol hərəkətinin təhlükəsizliyi təmin edilib. Sürücünün cansız bədəni Fövqəladə Hallar Nazirinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinaz TV üçün.